Axşamınız xeyirli olsun. Xahiş edirəm sona qədər mənim bu videomu dinləyin. Mən bu videonu çəkməkdə məqsədim çox məcbur qaldığım üçün çəkirəm. Belə bir vəziyyətdə video çəkmək istəməzdim. Həqiqətən bu sözləri demək istəməzdim. Amma mən baxıram, YouTube-da da video paylaşıram. Bilirsiniz, qızıma dəstək lazımdır. 5 ildir ki, biz yardım toplayırıq onun əməliyyatları üçün, reabilitasiyalar üçün. Hər birini, bütün çeklərini, əməliyyatlarını, reabilitasiyalarını paylaşıram YouTube-da, Instagram-da və TikTok-da və hətta WhatsApp-da da, Telegramda da, hər yerdə paylaşıram. Baxış gəlir. Amma Allaha and olsun ki, 10 nəfər ancaq bəyən edir. 10, 14, 15 nəfər ancaq o videoma bəyən eləyər. Mən yalvararaq video çəkirəm, insanlara müraciət edirəm, əl açıram, qadın alım deyirəm, başınıza dönüm deyirəm. Deyirəm sizi ant verirəm Allaha, kömək eləyin. Baxıram ki, mənim videoma o qədər biganə yanaşırsınız ki, amma mən hansısa bir üzdən İraqla və yaxud da TikTokda tanıdığınız TikTokerlərlə qoşulsam, vallahi, billahi, Allahın izzət-i cəlalına and olsun ki, bax, indi bu gün mənim bu videomu baxıb keçənlərin hamısı dəstək olacaq. Hamınız bir nəfər kimi kömək eləyəcəksiniz. Amma mən özüm tək başına burada savaşıram. Heç kim mənim səsimi eşitmir. Niyə axı beləyik ki? Biz niyə bu qədər bir-birimizə biganəyik? Mənim sizlərdən kömək istəyirəm. Mənə kömək eləməyiniz üçün mütləqdir ki, gərək hansısa üzdən İraqla qoşulan və yaxud da ki, hansısa məşhur TikTokerlərlə, üzdən İraqlarla, fahişələrlə qoşulam, dəstək olasınız. Bir dəfə də Allah üçün dəstək olun da. Sizləri deyirəm, Allaha and verirəm, vecinizi almır sizi. Həqiqətən belə bir video çəkmək istəməzdim.